Biz sizinlə Word mətn redaktorunda mətnlərin yaradılması, emalı, yadda saxlanması və çapına baxdıq. Bugün sizinlə mətnlərə müxtəlif obyektdən əlavə olunmasına baxacaq. Yəni ki, cədvəl, şəkil, fiqur, diaqram əlavə olunmasına baxacaq. Əlavə eləyəcək sənədlərə. Bizdə sənədlərə qoşmaların əlavə edilməsi üçün, yəni ki, müxtəlif faylların, obyektlərin əlavə edilməsi üçün biz insert tab vərəqindən istifadə edirik. Əlavə et. Azərbaycanda əlavə et. İngilis dilində insert. Rus dilində vstavka. Baxır, hansı dillər kompüterdir. Yəni, bunu ona görə deyirəm ki, əgər siz kompüterlə işləyəndə qarşınıza məsələn Rus dilində çıxsa, biləsiniz ki, hansıdır. İlk öncə bizdə səhifələr gəlir. Biz cover page-dən sənədə üzlük səhifə, başlıq səhifəsi əlavə edə bilərik. İlk səhifə kimi də müxtəlif burada şablon formalar var. Hansı xoşumuza gəlir, birini seçib əlavə edə bilərik. Misal üçün, tutaq ki, bunu əlavə edirik və üzərindəki yazıları dəyişəndə bizim sənədimizin, fikir verin, birinci səhifəsi fərqli olur. Üzlük səhifəsi əlavə etmiş oluruq. Sonra gəlir bizdə blank page gəlir. Kursorun olduğu yerdən kiçildək. Kursorun olduğu yerdən, bax bir daha yox göstərirəm. Kursorumuz bizim buradadır. Kursorun olduğu yerdən mətni bölərək araya boş səhifə yerləşdirir. Page break-də bizdə sadəcə mətni bölüb növbəti səhifəyə keçirir. Yəni ki, araya boş səhifə yerləşdirilir. Aydındır? Sonra bizdə gəlir cədvəl. Biz sənədə cədvəl əlavə edə bilərik. Açırıq table-ı. Bizdə ilk öncə bu şəkildə düzbucaqlılar var. Biz üstündə hərəkət elətdirdikcə kursoru düzbucaqların üstündə fikir verirsiniz. Bizdə cədvəlimizdə xanaların sayı dəyişir. Yəni, neçə sətr və neçə sütun. Məsəl üçün, hazırda mən cədvələ 6 sətr və 4 sütunlu cədvəl əlavə edə bilirəm. Bizdə sütunlar yuxarıdan aşağı olanlardır, sətirlər də soldan sağa olan xanalar qrupudur. Bunu bilirsiniz, yəni ki, bunu deməyə ehtiyac yoxdur. Mən hansının üstündə kursoru vursam, əlavə olunur. Bəzən olur ki, bizə daha böyük cədvəl lazım olur. Məsəl üçün ki, tutaq ki, 50 sətirlik cədvəl. Bizdə də burada, baxsaq ən çoxu 6 sətr əlavə eləmək olur da, düzdür? Nə varıq? Insert table-dan biz column sütundur, row sətirdir, cell də xanadır. Column sütundur, row sətirdir, cell xanadır. 5 sütun qalsın yerində. Məsəl üçün, 50 sətr əlavə etdim. Baxsaq, bizdə cədvəlimiz əlavə olundu. Sığışmayanı aşağı səhifəyə keçir. Aydındır? Bunu ləğv edək. Bir də bizdə belə bir əmr var. Cədvəl seçdik. Insert-dən drop table əmri var. Cədvələ yeni cədvəl çəkmək də olur. Amma yeni cədvəl çəkmək bundan bir qədər çətindir. Daha çox istifadə eləmək olar. Cədvəlin xanalarını bölmək, cədvələ yeni xanalar əlavə etmək və s. üçün. Lap xananı biz bundan diagonal da bölə bilirik. Aydındır? Gəl biz əlavə olaraq insert-dan onu da əlavə edeyim ki, deyim ki, seçilmiş mətni, bizdə seçilən mətni yoxdur, nümunə olaraq ehtiyac yoxdur göstərməyə. Cədvələ çevirmək olar, Excel cədvələ vermək olar və şablon cədvəl formalarından biz istifadə edə bilərik. Biz cədvəli seçən kimi, məsələn, kursor cədvəldə də artıq, bizdə əlavə olaraq table design, sadəcə dizaynda gedir bəzi mənbələrdə, və layout. Design və layout, table design, table layout və yaxud da sadəcə dediyim kimi design, layout, tab vərəqləri açılır. Bax, kursoru mən mətnin üzərinə qoyanda, gördünüz, onlar bizdə aktiv deyil. Cədvəlin üzərinə yerləşdirən kimi design və layout tab vərəqləri bizdə aktiv oldu. Design tab vərəqi cədvəlin xarici görünüşünü dəyişdirmək üçündür. Layout tab vərəqi isə cədvəlin özünü dəyişdirmək üçün istifadə olunur. Gəlin baxaq. Məsələn, dizayndan biz müxtəlif görünüş formaları seçə bilərik cədvəlimiz üçün. Müxtəlif görünüş formaları var.
hansını istəsək seçə bilərik. Biz sadəcə bunu seçdik. Biz həmin seçdiyimiz görünüş formasını dəyişə bilərik. Məsələn, bizdə istəyirik ki, birinci sütun fərqli olmasın. First column bizdə birinci sütun deməkdir. Üstündən seçim işarəsini götürən kimi bizdə birinci sütun aktiv olmadı. Məsələn, biz yazacaq ki, bura tutaq ki, sıra nömrəsi olsun ad, soyad və ata adı. Cədvəlin fikir verir, məsələn, nömrə hissəsində ayrılmış yer çoxdur. Nə edirik? Bax, bu sütunu ayıran ayrıcı xətt var. Onun üzərinə kursoru gətirəndə, kursor fikir verir, iki tərəfli ox şəklini aldı. Sadəcə sıçanın sol düyməsini sıxıb çəkirik. Gördünüz? Digərini də onun kimi çəkə bilərik. Əgər biz cədvəlin ölçüsünü dəyişdirmək istəsək, aşağıda bizdə belə bir düzbucaqlı var. Düzbucaqlıdan tutub çəkib cədvəlin ölçüsünü dəyişdirə bilirik. Yaxşı. Baxaq, bizdə ayrı nə var? Biz cədvəlimizi qaytaraq əvvəlki formasına. Bizdə hər hansı bir hissəni biz seçib özümüz də rəhləyə bilərik. Şeylikdən sadəcə seçib istədiyimiz bir hissəni rəhləyə bilərik. Cədvəldə tutaq ki, hansısa bir nömrə hissə yoxdur. Tutaq ki, şagirdlərin, tələbələrin haqqında cədvəl hazırlayırıq. Kiminsə ata adını unutmuşuq, yadımızdan çıxıb. Qeyd eləmək istəyir ki, burada bilmirik, sonradan əlavə eləmək üçün. Gəlirik, tutaq ki, xananı qırmızı olaraq doldura bilirik. İstədiyimiz rəngi seçə bilirik. Bəs cədvəlin xəttlərini necə dəyişə bilərik? Bunun üçün biz borders qrupundan istifadə edirik. Xəttin qalınlığını seçə bilərik. Məsələn, standart 2-də 1 punktluqdur. Mən 1,2-də 1 punktluq seçirəm. Rəngini dəyişə bilərik. Məsəl üçün, tünd göy rəng istəyirəm. İstəsək biz qoşaq xətt, nə bilim, qırıq xətt və s. seçə bilərik. Buradan məsələn qırıq xəttlər falan istədiyimiz xətt növünü seçə bilərik. Və kursor bizdə belə bir fırça şəklini alır. Hansı xananı istəsək, onun ətrafındakı xətti dəyişdirmək mümkündür. Daha qalın eləyək ki, nəzərə çarpsın. Dəyişdirmək mümkündür. Amma bu bizdə çox vaxt tapar. Onun üçün nə qarırıq? Sadəcə buradan çıxaq. Bu border painter əmridir. Deaktiv elədik. Cədvəli bütünlüklə seçirik. Cədvəli seçmək üçün biz bu şəkildə də seçə bilərik. Ya da ki, sol yuxarı küncdə 4 tərəfli ox şəkli var. Vurduq, cədvəli bütünlüklə seçdik. Və abzasın kənarını haşiyələmək üçün əmr var idi. Sırf onun kimi borders əmri var. Hər hansı bir seçə bilərsiniz. Mən all borders seçirəm ki, bütün xanaları bizdə rəhləsin. Haşiyəsini rəhləsin. Vurduq və cədvəlimizin kənar xəttləri daha qalın formada oldu. Aydındır bura qədər. Baxaq, biz cədvəlimizi qurmuşuq. Məsələn, cədvəldə sətr sayı azdır. Nə edəcək? Table layoutdan baxaq, insert row above, bir də insert row below əmrlər var. Uyğun olaraq yuxarı, kursor olan xanadan yuxarı və kursor olan xanadan aşağı sətr əlavə edir. Məsələn, vurduqca fikir verdiniz, artdı. Məsələn, biz bura soyad, ad, ata adından əlavə istəyirik ki, bir də əlaqə nömrəsi əlavə edək. Əlaqə nömrəsi üçün sütun əlavə edək. Nə qayırıq? Insert column right. Sağa sütun əlavə et əmrini seçirik. Sola əlavə etməsini left-də seçə bilərik. Vurduq və bizdə gəldi cədvəlimiz daha bir sütunla əlavə olunmuş oldu. Sağa çıxmışdı, mən dəyişdim. Məsələn, buraya yazıram əlaqə. Okey. Biz xanaların ölçüsünü dəyişə bilərik. Ya da ki, belə bir şey eləyək. Yuxarı hissəyə mən yazmaq istəyirəm ki, tələbələr haqqında məlumat. Amma belə bir problem var ki, xanalar bizdə bölünübdür. İstəyirəm ki, ora bütöv bir xana olsun, tək bütöv bir xana olsun. Nə edirəm? Merge cells əmrindən istifadə edirəm. Gördünüz, merge cells əmri, buradakı merge cells əmri bizdə xanaları bitişdirdi. Yazıram, tələbələr haqqında məlumat. Okey. Bunu da gəlirəm, ortaya yerləşdirirəm. Bu şəkildə bizdə cədvəlimizin yuxarı hissəsi hazır olmuş oldu. Xanaların ölçüsünü buradan da dəyişdirmək olar. Və məsələn, mən istəyirəm ki, bu xanaları bizdə bərabər ölçülüləsin.
seçib uyğun əmrdən istifadə edərək bərabər ölçülü edə bilirəm. Həmçinin cədvəlin enini təyin etmək, içindəki məlumatlar qədər və yaxud da ümumi iş sahəsi qədər enini eləmiş olur. Aydındır bura qədər. Cədvəldən sual var. Okay. Biz cədvəlimizi silək. Bir də belə bir şey deyim. Bizdə cədvəldə məlumatlar yazılıb, düzdür? Silək dedim, yanıma düşdü. Məlumatlar olan hissəni və yaxud da ümumiyyətlə cədvəli seçib silməyin iki cürü var. Delete vururamsa, cədvəldəki məlumatlar silinir təkcə. Aydındır? Backspace. Məsələn, xanaların bir qrupunu seçdim. Delete vursam heç nə olmayacaq. Çünki içində məlumat yoxdur, delete məlumatları silir. Backspace-i vursam, xanalarımız bizdə silindi. OK vurduq, xanalarımız bizdə silindi. Bir də bir şey deyim, xananı bölmək əmri də var. Hansısa bir xananı mən bölmək istəyirəmsə, məsələn, tutaq ki, bu xananı mən bölmək istəyirəmsə, split cell, bunu əvvəlcə deməliyim, yaddan çıxıb, split cells əmrindən biz sətr və sütun sayını seçib xanamızı bölə bilərik. Mən 2 sətr, 2 sütun seçdim, xanamızı 2 sətr və 2 sütuna böldü. Aydındır? Bura qədər sual var. OK. Biz sənədimizə şəkil əlavə edə bilərik. Şəkil əlavə etmək üçün yenə də insert-a keçirik və pictures əmrindən istifadə edirik. Açdıq. Biz kompüterdən də yükləyə bilərik, internetdən də yükləyə bilərik. Biz kompüteri seçirik. Download qovluğunda bizdə bir şəkil olmalıydı. Seçdik. Insert-ı vurduq və şəklimiz əlavə olundu. İndi bizdə burada nə var? Bizdə şəklin üzərində müəyyən dəyişiklik etmək üçün əmrləri var. Məsələn, rəngini dəyişə bilərik şəklin, tutaq ki, bu şəkildə və s. Həmçinin şəklə bir çərçivə əlavə edə bilərik. Müxtəlif çərçivə variantları var. Sərhəd, müxtəlif effektlər, 3D effekt falan əlavə edə bilərik bu şəkildə. Bizə, bax, bunlar hamısı harada olur? Şəkli seçən zaman açılan picture format və yaxud da sadəcə format tab vərəqində olur. Nətər ki, bizdə dizayn falan var idi cədvəldə. Onu kimi eyni şəkli seçəndə bizdə format tab vərəqi açılır. Picture format və yaxud da format tab vərəqi. Bizə burada lazım olanlardan biri şəklin, əlavə etdiyimiz fotonun mətnlə əhatələnməsidir. Yəni ki, yazı və şəklin qarşılıqlı münasibəti deyək. Açırıq. Bizdə standart olaraq yazı ilə bir sətirdədir. Yazı ilə eyni sətirdə olur. Square seçsək, bizdə fikir verir, necə saniyə. Yazı ilə bizdə şəkil hara hərəkət etdirirəmsə, onun ətrafında yazı fikir verir, düzbucaqlı formasında çərçivə əmələ gətirir. Və yaxud da seçə bilərəm burada, tutaq ki, behind text, mətnin arxasında. Fikir verin, şəkil, yazı nə qədər seçilir oradan. Yazı mətnin üstündədir. Görürsünüz, bəzi yerlərdə görsəlir açıq fonda. Və yaxud da şəklin qırağı bizdə ağ rəngdir, amma üstünə yazı düşür. Və yaxud da behind yox, in front of seçirik, in front of text. Gördünüz, artıq şəkil bizdə yazının önündədir. Aydındır? Və yaxud da top and bottom seçirik. Bizdə nədir? Bu zaman yazı şəklin yalnız altında və üstündə olur. Aydındır? Başa düşdünüz? Buradan sual var. OK. Şəkli sildik. Əlavə edirik biz fiqurlar. Yenə də insert-dən. Bu dəfə shapes. Müxtəlif fiqurlar var bizdə. Hansı istəsək seçirik. Misal üçün seçək biz düzbucaqlı seçək. Düzbucaqlını sol düyməsini basaraq çəkirik, əlavə edirik. Hansı tərəfə çəksək, fikir verir, düzbucaqlının forması dəyişir. Düzdür? Bu sərbəstdir. Sərbəst formada dəyişir. Və bizdə uyğun olaraq shape format tab vərəqi açılır. İlk olaraq bizdə fiqurları çəkmək üçün sahə gəlir. Yenə də bir düzbucaqlı seçdim. Amma bu dəfə sadəcə sol düyməsini basıb çəkmirəm. Shift düyməsini basılı saxlayaraq çəkirəm. Mən səhv elədim. Adca səhv elədim. Bir daha təkrar edirəm. Shift düyməsini basaraq çəkirəm. Shift düyməsini basıb çəkən zaman
shift sağ sol düyməsindən fiqur çəkən zaman fikir versiniz, bizdə düzgün fiqur çəkilir. Hansı tərəfə aparsam da düzgün düzbucaqlı bizdə nədir? Kvadratdır da. Kvadrat çəkilir. Aydındır? Bütün fiqurlar bizdə yazı yazmaq üçün nəzərdə tutulubdur. Üzərinə biz yazı yaza bilirik. Və üzərinə yazı yazmaq üçün xüsusi bir fiqur da var. Mətn qutusu. Mətn qutusu bizdə çəkirik və üzərinə yazı yazmaq üçün nəzərdə tutulmuş hər hansı bir yazı, mən burada sadəcə hərf yerində yazıram, hər hansı bir yazını yazmaq üçün nəzərdə tutulmuş fiqurdur da. Aydındır? Və bizdə həmin bu shape format tab vərəqindən biz həmin bu fiqurun, çəkdiyimiz fiqurun rəngini də dəyişə bilərik, müxtəlif effektlər verək şəkildə olduğu kimi. Yazının da rəngini dəyişə bilərik. Həmçinin sırf daha əvvəl izah elədiyim qrafik obyektdə, yəni şəkildə olduğu kimi mətnin əhatələnməsi, mətn ətrafında çərçivə kimi, mətn fiqurdan aşağı, yuxarı, fiqur mətnin arxasında, fiqur mətnin önündə və s. kimi yazının əhatələnmə effektləri əlavə edə bilərik. Aydındır? Bura qədər sual var. Yaxşı. İndi belə bir şey eləyək. Biz diaqram əlavə edirik sənədə. Diaqram yəqin ki, açıq xəbəriniz var. Gəlirik chart. Diaqram bizdə chartdır. Chart bölməsindən biz diaqramı seçdik. Müxtəlif diaqram formaları var. Sütunlu diaqram, xəttli diaqram, dairəvi diaqram, sütunlu diaqramın digər forması horizontal sütunlu diaqram və s. Bax, bu diaqram seçimi, diaqramın hansı dövrdə istifadə etməyin seçimi bizdə asılıdır ki, nəyə yaradırıq diaqramı. Və diaqramlar mövzusunu yaxşı nəzərdə saxlayın. Çünki biz bunu Excel'də də nəzərdə keçirəcəyik bu mövzunu. Biz misal üçün satış cədvəli yaratmaq istəyirik. Hansı ayda hansı məhsul daha çox satılır? Sütunlu diaqramı seçirik. Sütunlu diaqramın növləri var. Sütunlu diaqramı yeri gəlmişə histogram da deyirlər. Histogram. Okey, vurduq və bizdə Excel cədvəli açıldı. Gördüyümüz Excel cədvəli açıldı və onun Excel cədvəlinin əsasında yaradılmış diaqram açıldı. Word-ün özündə diaqram əlavə etmək olmur. Ona görə Word-də biz Excel cədvəlində hazırlanmış, Excel-də hazırlanmış diaqram əlavə edirik. Biz bura məhsullarımızı yazırıq. Məsəl üçün yazırıq notebook. Düşürük aşağı yazırıq stol üstü kompüter. Düşürük aşağı yazırıq planşet. Və mən burada yazdıqca fikir verin, bura aşağı tərəfə düşür. Aşağıda yazırıq smartphone. Smartphone. Və burada biz aylarımızı yazırıq. Yanvar, fevral, mart. Əgər istəsək, biz aprel də əlavə edə bilərik. Aprel. Fikir verin, daha bir sütun əlavə olundu. Bu rəqəmləri dəyişmirəm. Məsəl üçün, hər hansı birini dəyişsəm, ona uyğun dəyişir. Tutaq ki, bunu vurdum, fikir verdi, sütun artdı. Eləcən də aprelə biz rəqəmlər əlavə etsək, müxtəlif cür dəyişdir. Hazırlayandan sonra X-i basıb, X qiymətini sıxıb biz Excel-dən çıxırıq və bizdə belə bir diaqram əlavə olunmuş oldu. Diaqramın bax bu aşağı hissəsi var, bax bu hissə. Bu yuxarıdakı diaqramda olan rənglərin nə ifadə etdiyini göstərir. Buna deyirlər legenda. Nə deyirlər? Legenda hissəsi. Aydındır? Xəritələrdə falan da legenda olur. Bax, divarda xəritələr var, ora baxın, sol tərəfə baxsaz. Şəhərlərin nə ilə göstərildiyi, yolların nə ilə göstərildiyi izah olur da, o da legendadır. Bu da eyni zamanda diaqramın nə idi? Legendasıdır. Aydındır? Diaqramdan sual var. Həmçinin diaqramda da bizdə chart design format tab vərəqləri açılır ki, uyğun olaraq biz diaqram üzərində dəyişikliklər edə bilirik. Qaldı bizdə insertdən 2 dənə daha mövzu asandılar. Simvol, biz klaviaturada olmayan simvolları əlavə edə bilərik. Məsələn, burada son istifadə olunmuş simvolların siyahısı var. More Symbols'dan biz bütün simvolların siyahısını açırıq. Hər hansı bir simvolu əlavə etmək istəyiriksə, sadəcə həmin simvolu seçirik,
əlavə edirik. Hər hansı bax, fikir verin keçdikcə. Tutaq ki, belə bir simvol olsun. Insert, close vurduq. Həmin simvol bura düşmüş oldu. Yazı ölçüsünü böyüdək bir qədər. Nəzərə çarpsın. Aha, deyək ki, simvolumuz bura düşmüş oldu. Aydındır? Bir də biz düsturlar əlavə edə bilərik. Insertdən, equationdan. Oxa vurbaşsaq hazır düsturlar var. Hər hansı bir düstur əlavə edə bilərik. Və yaxud da insertdən özümüz equation sıxıb açılan equation tab vərəqindən düstur yığa bilərik. Misal üçün, bax bunu buradakını yaratmaq üçün biz nə edirik? Birinci üstü qüvvəti seçirik. Bunu seçdik. Girib içində yaza bilərik. Mötərəzə açırıq. Yazırıq x üstəgələk a. Mötərəzəni bağladıq və qüvvət üstünə çıxdıq n. Bərabərdir. Gəlirik buradan biz uyğun əmrləri hamısını bir-bir seçib əlavə edirik də. Burada baxsaq üstündə də var, aşağısında da, qarşısında da yenə də biz gəldik, seçdik. N aşağı k bərabərdir 0 və s. Yəni artıq uzatmaq istəmirəm. Bu şəkildə biz istədiyimiz riyazi düsturu yığa bilərik. Nə aydın deyil. Mövzunu bundan yekunlaşdırırıq. Nəyi başa düşmədiniz? Əlavə sualınız olsun. Nə varsınız? Başa düşməyəndə. Qrupa yazırsınız.